Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Moskvanın Jukhovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ ölkəmizin Rusiyadakı səfirliyinin nəzarətindədir. Günün xəbərləri Apaya istinadla xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Qeyd olunub ki, hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar. Səfirlikdən o da bildirilib ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar. Lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər. Ona görə də bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var belə ki, Jukhovski hava limanında həmin şəxsləri bir həftəyə qədər də saxlaya bilərlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jukhovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə 2 dəfə, 1-ci və 4-cü günlər həyata keçirilir. Ona görə də sabah təyyarədə yer olsa, həmin vətəndaşlarımızı Azərbaycana göndərəcəklər.